Deyir ki, eşeğen qırar, tayını tapar. Necədir? Mən də tayını tapacağım. Geç, evi. Hər vaxtınız xeyir olsun dostlar. Bugün yenə möhtəşəm bir videodan qarşınızdayım. Bəli, Azərbaycanda Kadi borcunuz. Sən qardaşım, nə bənin yoxsa, yamançılıq deyil. İnşallah. Bu ne sifətdə? Ay, bu ne sifətdə? Başına da böyle bir başına fen batır, nə olur? Deməli, dostlar, Kadi futbolun başını buraxıb, gəlib Sumqayıta, deyir qardaş, mən futbolla aram yoxdur, istəmirəm oynamaq. Nə etməsən, gələcək planların nədir? Bu futbol niyə buraxdın? Nədir sənin bu futbolda soydan şey? Bunlar bir dənə tanış görəcək bu bu izləyicilər də bilsinlər. Birincisi mənadan soydan şey deyildi. Sadəcə olaraq pulsuzluqdur. Çox zarafatçılıdır Kadi bəy. Buyurun, bax, başqa bir nə deyə bilərsiniz? Başqa da şey etsə də, işləyirəm özüm üçün. Nə var ya? İşdir, güya ki işdirdə bunu, bax bunu deyir. Yaxınçılıq oldu yəni. Hə. Hə. Nəsə də belə. Nə edirsən, nə məqsəd görsün. İnşallah gələcəkdə nə etmək fikrin var. Heç nə də elə bir fladə sürüyəcək. Ne sürürsən, gül kimi işdir, yəni qazanırsan, eləyirsən, amma nə etməzsən, mən satmışam, sən nə etməzsən, gələcək plan nədir, yəni nə etmək fikirləsən? Heç nə. Heç nə, deyir heç nə. Yəni siz videolarda görürsünüz, TikTokda, Instagramda hamı yazır ki, Kadi Borges, nə bilim, Zubirə də oxşadılar, yəni. Zubir kim bu? Zubir, Abdullah Zubir yoxdur, Qarabağın oyuncusu. Tamam. Deyirlər ki, o məni tanıyır. o səni tanıyır, bilmirəm. Sən özünü tanıyırsan. Özün, Allah özün tanıyır. Allah bomba kimi. Deyirlər ki, Zubirlə qardaş, Zubirlə, əlbəttə, bomba kimi. Hə, deyirlər Zubirlə Kadinin qarşılığında, yəni bu adam deyirlər Zubirlə Kadinin qarşılığı. Siz nə düşünürsünüz? Əgər yorumlarda yazın mütləq şəkildə. Kadiyə bu arada suallarınız varsa soruşa bilərsiniz. Hə? Deyir, yəni bunun yəni Sumqayıta gəlib Azərbaycanlı olduğunu demədən göstər teması. Başa düşürsən, yəni bu özünü buraxıb, hə? Cürt, o ilə curtu da bilir, zatı da bilir, hər bir şey bilir. Cürt, zat, hər, hə? Necə? Gecərin külə göyçə. Dostlar, bugünlük bu qədər. Əgər sizin də suallarınız varsa, zəhmət olmasa kommentlərdə yazarsınız. Yəni Kadi Borges'i bəyənirsiniz. Həqiqətən də oxşuyursa yazın, yəni mütləq şəkildə. Zubirə də oxşadanlar var, Kadi Borges'i də oxşadanlar var. Bu arada qardaşım, futbolla bağlı gözəl bir atalar sözü yadıma düşdü. İstəyirsən onu bir dənə sənin üçün səsləndirim. Deyir ki, eşeğen qırar, tayını tapar. Necədir? Mən də tayını tapacağım. Geç, evi. Neyse. Yorumlarda yazın. Öpürəm sizləri. Kanala abunə olub bildirməni açmağı unutmayın. Hə, bura gəl.